Ədliyyə Nazirliyinin penitensiar xidmətində vakant kiçik rəis heyəti vəzifələri üzrə yanvar ayının 23-dən 30-nadək açıq müsabiqə keçirilir. Bu barədə Bölgə TV Ədliyyə Nazirliyinə məlumat verilib. Bildirilib ki, vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindəndir. Bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmətdən keçmiş, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin digər tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul oluna bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında penitensiar xidmətə qulluğa qəbul bölməsindən əldə edə bilərlər. Ərizələri Ədliyyə Nazirliyinin penitensiar xidmətin elektron poçtu Azərpost və ya xidmətin Bakı şəhəri Kövkər Səfər Əliyeva küçəsi giriş 14 ünvanında yerləşən inzibati binasındakı post qutusu vasitəsilə təqdim etmək mümkündür. Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı 012 498 7106 012 493 4489 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər. Rəna Rövşən qızı, Bölgə TV.